mərkəzi Bordubadın kənd həyatı kanalından. Bugün bir video çəkəcəyəm, bilgiləndirmə videosu olsun. Belə toyuq cüzə qazördək saxlayanlar üçün. Bizim burada ördəklərimizin, qazlarımızın hini var. Aşağıda da toyuqlarımızın hini var orada. Orada elə bir qarğanın, sağsağanın girə biləcəyi bir deşik yoxdur o hinə. Çünki bizə orada ziyan verdi yumurtalara. Oraları bərkitdim. Fakat burada qapını axşama qədər açıq qoyuruq. Ördəklər, qazlar sərbəst şəkildə belə axşama qədər eşitdə olur. Bunlar gecə yumurtlayan normalda. Bilənlər bilər bu qaz ördək gecə yumurtlayar. Amma bəzən səhər də yumurtlayırlar bunlar. Bu sağsağan da gəlir buradan girir. Bu qapı bağlı olanda da buralardan uğraşır ki girsin. Bax bu deşiklərdən buradan girə bilmir. Buradan girə bilmədiyi üçün qapı açıq olanda girir. Oradan yumurtaları bəzən biz bir-iki gün götürmürük. Amma baxıram ki buralarda deşir. Bax buralara dağıdır. 5-10 yumurta olsun hamısını dağıdır. Yəni birincisini yemədiyində deşir, dağıdır, tələf edir. Ona görə sizlər də saxlayanlarınız vardısa toyuq cüzə ehtiyatlı olun. O quş çox zərər verici bir quşdur. O sağsağan bilirsiniz də hamınız yəqin ki biz qəzələ deyərik. Uzun quyruqlu bir quşdur. Sinəsi qarı olur, bədəni. Buralarda olsa çəkib göstərəm. Bax, oradadır, bax. Mənə gözləyir bəlkə də. Gedim oyuna, gəlsin, kontrol eləsin, görsün. Bax, bu quş çox zərər verici bir quşdur. Bundan ehtiyatlı olun. Yəni, belə masum göründüyünə baxmayın. O quş cüzələri də tələf eləyir. Yumurtaları ən çox dağıdır. Belə bir video çəkmək istədim ki, siz də ehtiyatlı olasınız. Əgər hininizdə onun girə biləcəyi bir deşik vardısa, oraları tutun, yoxsa yumurtalarınız tələf olacaq. Demək, özü də bilir, çox bilmiş bir quşdur. Bilir ki, hinin içində, üçüncü bucaqda yumurtalar olur. Girir ora, ondan tapır hamısını, yəni 10 dənə, 20 dənə yumurta olsun, hamısını daşıyıb, eşikdə deşir, qırır, dağıdır. Çox sağ olun, özünüzdən müğayət olun, Allah'a emanet olun.